Değerli şagirdlər, abituriyentlər, izləyicilər, Zəfər Cabbarlının Oxtayaloğlu faciəsinin 4-cü pərdəsi ilə tanış olaq. Qarlı bir qış gecəsidir, bir meyxanada, sol tərəfdə meyxana görünür, sağ tərəfdə isə küçə görünür, qaranlıq bir küçə. Bu küçədə deməli, meyxanada Oqtay səfil bir formada, keyfli, m, pis gündə, pis kökdə. Sağ tərəfdə isə küçədə isə Sevər, bacısı Sevər bir ikinci dilənçi ilə oturubdur. Bu hissəni oxumaq istəyirəm. Yəni sonradan vəziyyəti daha yaxşı anlamaq üçün Sevərin danışdıqlarını bilməyə ehtiyac var. Sevər küçədən keçən bir nəfərə: Allah eşqinə qardaşlar, yazığam, acam, kömək edin. Yolçu maraqlanmadan keçir. Ondan sonra yazıq qardaşımı burada sürgün edirlər. İndi 10 ildir ki, göndərilmişdir. O zaman mən 5-6 yaşlarında çocuq idim. Gedərkən məni və hər bir şeyimizi daima tapşırır ki, tədricə satıb məni saxlasın. O da 1-2 il məni saxladı. Evimizi satdı, hamısını dağıtdı, öldü, getdi. Ondan sonra mən küçələrdə qaldım. Həmin Firəngiz gəlib məni tapdı. Ərindən gizli həmişə mənə kömək edirdi. Bəzən yazıq bir ixtiyar ağlayaraq üzümdən öpüb deyirdi: "Oh, Sevər, mən sənin qardaşını sevirdim. Hər ikimiz bədbəxt olduq." Sonra əri onu çıxartdı. Mən də qulluqçu durdum. Bu yerdə deyim ki, biz Sevərin dilindən də eşidirik ki, Firəngiz Oqtayı sevdiyini etiraf edibdir. Sonra Səməd bəyin dilindən də eşidirik ki, Firəngiz Səmədə də Oqtayı sevdiyini deyirmiş. Oh, Sevər, mən sənin qardaşını sevirdim. Hər ikimiz bədbəxt olduq. Sonra əri onu çıxartdı. Mən də qulluqçu durdum. İndi bir neçə aydır ki, xəstələndim, qovdular. Ac, səfil, sərcardan küçələri dolaşıram. İndi də ara sıra küçələrdə adamlar Oqtay Eloğlu yaxşı oynayırmış, hayıf ki, sürgün eləmişlər deyə danışırlar. Oh, mən yazıq qardaşımdan bəlkə bir xəbər öyrəndim deyə saatlarla arxasınca yürür. Qardaşım barədə belə gözəl sözlər danışdıqları üçün onları sevirəm. Fəqət heyhat. Bu məqamda Səmədlə Haspolat çıxırlar, onları görürük. Sevər onlardan da kömək istəyir, sözsüz ki, onlar da heç nə vermədən gedirlər. Haspolat Səmədi gətiribdir ki, Oqtay meyxanadan aparsın, onların arasındakı dialoqu qısaca nəql edeyim. Haspolat Səmədə deyir ki, bəs indi Oqtay bir əfsanəyə çevrilibdir. Cəmaət onu deyir, artıq əfsanələşdiribdir və Oqtay da 3-4 gündür gəlibdir. Mən deyir, dostundan öyrənmişəm ki, o hissəsini oxuyum. Deyir, yaxşı 10 ildə harada imiş? Səməd soruşur. Haspolat deyir, o gündən ki, qubernatoru təhqir etdiyi üçün sürgün ediblər. Bu gedir Türkistanda hökumət əleyhinə çalışdığı üçün tutub Sibirə göndərirlər. 4-5 ildən sonra çıxır, yenidən həbs edirlər, yenə buraxırlar ötəyə, bəriyə. İnqilabdan sonra, yəni SSR-i də o məkanda, Rusiyada Sovet Sosialist Respublikalar İttifaqı yaranandan sonra hətta böyük bir vəzifə təklif edirlər. Mən bəşəriyyətə ayaq baxa bilmərəm. Mən səfirlər yurdunun padşahıyım deyə getmir. Özü kimi Krımlı bir yoldaşı var, ondan öyrəndim. Səməd getməz canım. Hər kəs böyümək istər, amma bu yaxşı nə vaxt gəlib? Deyir ki, 3-4 gündür gəlib və deyir ki, harada qalır? Deyir, heç nə gedir bir xarabalıqda. Başının altına daş qoydu, yatdı. Bu soyuqda mı? Deyir ki, bəli, bu soyuqda. Haspolat bu fikirdədir ki, Oqtay teatra qayıtsa, o çox böyük pul qazanır. Çünki əvvəlcə teatrın sahibi olub, indi müdürdür. Orada deyir ki, Şəkinski hərçənd ki, deyir, Oqtayı o bəyənmirdi, amma deyir, onun adam eləyən, elə bizim hamımızı deyir, adam eləyən, səhnəyə gətirən, teatra bağlayan, deyir, Oqtay olub, onda deyir, çox böyük bir cazibə qüvvəsi var idi. İndi deyir, onu biz teatra gətirə bilsək, hər tükü deyir, bir qızıl, biz çoxlu pul qazanarıq. Bu yerdə o Oqtayın macərasını da bunlar bir daha sevgi macərasını xatırlayırlar. Dediyim kimi Səməd özü deyir ki, bax o hissəsini oxuyuram. Deyir, mən bu işin içindeydim, özü həmişə mənə söylərdi, qəribədir. Deyir, o qız ilk əvvəl xalqdan ayrılıb mənə çiçək gətirdi, mənə elə gəlir ki, xalqım artıq oyanmış və Firəngiz bütün bir xalqdır ki, gəlib məni təqdir edir. Əvvəllər deyir, onu belə ictimai bir hiss ilə sevirkən getdikcə bu duyğu xüsusi bir eşqə çevrildi. Bilirsiniz, qız da onu sevirdi. O da qəribədir. Deyir ki, ilk əvvəl bunu gördüm, sevindim. Sabah bizim də teatrımız, aktyorumuz var deyə məktəbdə kimsəyə rahatlıq vermirdim. O sanki mənim bütün bu iftixarım üçün bir istinadgah idi. Onu başqasına verdilər. O da bu yazığın son örpəyinə də qumara uduzub, axırda çıxardı söhbət.
Danyar bəy Qalaçxanovdan gedir, başqa zəngin bir qadın aldı. O indi azad bir qadındır. O gün mənə deyir ki, Səməd bəy, mən onu sevirdim. Ondan sonra onun xatirəsi ilə ağlamadığım şən və sevinç bir ziyafət, bir əyləncə xatırlamıram. O da zavallı ömründə böyük faciələr keçirmiş. İndi Oktayın burada olduğunu bilərsə, bəli, bu yerdə deməli çalğıçılar oxuyurlar. Burada bir şeir oxunur, Oktay ondan hisslənir, mahnı oxunur, daha doğrusu Qaraçı qızın oxuduğu mahnıdan hisslənir. Yalan deyirsən deyir, aldanan yalnız mən deyiləm, bu mahnıda bir aldanmaq söhbəti var idi. Elə bilir ki, sanki ona xitab elə orada Muxan sahibkar gələcək ki, səndən də ölü, sən niyə özünə götürürsən? Hər şey yalandır, burada həqiqət yoxdur. Hətta divardakı kağız boyasına belə, o aboya belə söylənir ki, qoy divar qara rəngdə görünsün, olduğu kimi, daş olduğu kimi görünsün. Keyfli adamdır da, nə gəldi danışır, onsuz da zaten həqiqət axtarır, o rənclənmiş hər şeydən qaçır. Çünki onun həyatını özünün bir vaxtı rəngli hesab edir da, o səhnəyə çıxanda öz həyatını göstərmir. Rəngizə də deyirdi ki, sənin gördüyün padşahlar falanlar hamısı yalancıdır. O zəngin gördüyün adamlar bəlkə də tamaşadan sonra yeməyə bir loxma çörəyi tapır. Bir keyfli adamın davranışlarını görüb və sonra da durub getmək istəyəndə Muxana pul vermir. Bir pul deyir ki, ala bilirsən, al. Və orada səni döyərəm deyə, döyə bilsən deyib dava düşür. Muxan yəqin ki, Oktayın payını verəcəkdir. Tez ortaya Xaspolad girir. Səməd Oktay, bunu sakitləşdirmək istəyir. Biz sənin dostlarınıq. Burada Oktay nə qədər keyfli bir adam kimi danışsa, çox bir acı bir söz deyir. O hissəsini oxuyum sizin üçün. Deyir ki, dostluq, qardaşlıq sanki bu sözləri ilk dəfə eşidirmiş kimi düşünür. Soyunun, istəməzsiniz mən sizi soyundurum. Dostlar, qardaşlar, hanı mənim bacım? Hər iki sözlərini itirib mızıldanırlar. Dostlar, sizi arxasınca gəzdirən mən deyiləm. Puldur, pul. Yəni, nə qədər keyfli olmuş olsa da, həqiqətən Xaspolad ya Səməd niyə axtarmayıb bircə dəfə sevərin bacısını? Yəni, bu nə cür dostluq idi? Kim ki, ayaq üstü idi, yaxşısan, onda dostsunsan. Bir yerdə Ramzi Röşənin bir şeiri yadıma düşür. Deyir, üst tutduğum adamlar da üzümə durdular mənim. Bir quyuya salladılar, ipimi qırdılar mənim. Yəni, kömək üçün üstlərinə getdiyim dostlarım mənim artıq vəziyyətimin yaxşı olmadığını görüb, kömək elə əvəzinə ipimi qırdılar. Bu da Xaspoladı da, Səmədi də, hamısı belə dostlardandır. Oktay da bunu anlayır. Və onlara heç bərəm vermədən, diqqət yetirmədən çıxıb getmək istəyir. Gedəndə də burada Sevərlə qarşılaşır. Sevər yenə deyir, qardaşlar acam filan, deyir ki, acsan biz nə bilək sən acsan, deyir. Açaq deyir, qarnıya baxaq, deyir, mədəyə baxaq, görə açsan. Sevər də bu keyfli adamın bununla belə deyək ki, zarafat eləməsindən bir şey anlamır, amma Oktay biraz da zarafat eləyəndən sonra heç demə onun üçün orada götürdüyü çörək parçası var ki, onu verir ki, bunu sənin üçün götürmüşdüm. Hətta deyir, evim olsa sənə aparardım, fəqət yoxdur. Oktay Eloğlu xərabələr bayquşudur. Belə deyəndə Sevər şoka düşür. Necə, sən Oktaysanmı? Oktay deyir, əvvəl Oktay idim, amma indi heç kəsəm, bir heçəm. Mən deyir, sən mənim qardaşım Oktaysan, mən sənin bacın sevərəm. Çox facianə bir görüş olur. Oktay bir daha sarsılır. Ki, xoşbəxtliyin deyir, hər şeydən üstün tutduğum bu xalq bir səni yaşatır. Yəni, bu dostlar, bu insanlar sənə sahib çıxmadı və özünü taksirkar bilir, günahkar bilir. Deyir, bəli, mən varlı olsaydım, zəngin olsaydım, sən almaq üçün, səninlə evlənmək üçün nə qədər namizədlər olardı, amma mən bir heç olduğum üçün sən dilənçi oldun. İndi səni kim alır? Gəldir ki, səfir ikimiz də gedək. Xaspolad ayıq adam olur. Bu vəziyyətdən lazımlı səviyyədə istifadə edir. Deyir ki, bəs Oktay heç olmasa bu qızın xatir. Oktay bir anlıq elə bil ayılır. Deyir ki, bəli, bu qıza yer verin, sabah axşam oynayır. Xaspolad xoşbəxt olur. Özünün bu sözünü xatırım. Deyir, mən indidən görürəm ki, xalq sabah səni bağrına basacaq, çiçəklər altında oxşayacaqdır.
Mən sənin üçün hər şeyi taparam, sabah elan verirəm, Oktay, yaxşı. Beləcə razılaşırlar. Dördüncü pərdənin qısa məzmunu ilə tanış olduq. Mən əvvəldən də belə bir söz deyirdim ki, əsər əslində realist üslubda yazılıb, amma Oktayın münasibətləri romantikdir. Yəni Oktayın həyata münasibəti romantikdir, amma Oktayın özünün dilində də çox real gerçəkliklər var. Yəni e, heç kəsə sahib çıxmır. Dostluqların özündə bir yalan var, bir aldanış var. Hər şey rəngdir. Səməd Mənsurun Rəngdir şeiri. Xatırlayıram, Rəngdir rədifli şeir. Gördüyümüz hər şey bir rəngdir. Dördüncü pərdənin qısa məzmunu ilə tanış olduq. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti dərsimizdə inşallah 5-ci, 6-cı pərdə ilə də tanış olacağıq. Əgər sizə bir faydam toxunsa, mənim üçün nə mutlu.